İmam-ı Əsgər əleyhissalamın bizdən intizarı, gözləntisi nədir? Həzrət buyurur ki, usikum bi təqvallah. Sizləri təqvalı olmağa dəvət edirəm. Vəl-vəra' fi dinikum. Dini işlərinizdə vərəli olmağa dəvət edirəm. Ki, şübhəli məsələlərdən də çəkiniz. Vəl-ictihad lillah. Sizlərdən istəyirəm ki, Allah işlərində, Allaha görə çalışınız. Və sidqil hədis. Danışanda doğru danışınız. Sədaqətli olunuz. Həzrət bizdən sədaqətli olmağımızı istəyir. Və ədâil əmanəti ilə mən i'təmənəkum min birrin əv facirin. Həzrət bizdən əmanətdar olmağımızı istəyir. Və buyurur ki, hər kəs sizə əmanət verdi, istər o adam yaxşı adam olsun, istər o adam pis adam olsun, əmanətin ona sağlam şəkildə, belə deyək, təmiz, gözəl şəkildə qaytarız. Sonra buyurur ki, və tulis sucud. Allah qarşısında səcdələrinizi uzadınız. Həzrət bizdən istəyir ki, mənim şiyələrim uzun səcdələr ediz Allaha. Və husnul civar və qonşularınızla yaxşı rəftar ediz, yaxşı qonşu olunuz. Bilirsiniz də, qonşunun dairəsi çox genişdir. Həm coğrafi nöqteyi nəzərdən, hər tərəfdən 40 ev insana qonşudur. Həm də qonşu ola bilsin ki, müsəlman olmuyor, şiə olmuyor. Bizə göstəriş mütləq şəkildədir, ümumi şəkildədir ki, qonşularla yaxşı rəftar edirik. Bir məhəllədə ki, şiə yaşayır, gərək başqalarından fərqlənə. Bir binada ki, bir məntəqədə ki, şiələr yaşayır, gərək orada mədəniyyət səviyyəsi, orada səliqə-səhman, orada təmizlik, orada əxlaq, etik normalar daha çox riayət oluna. Deyərlər ki, bunlar İmam Əsgərinin şiələrdilər. Həzrət bizdən istəyir ki, əməllərimizdə hesabat aparaq. Vicdanımız qarşısında cavab verək. Bunu istəyir bizdən. Buyurur ki, əkyəsul kəyyisin mən hasəbə nəfsə. Ən zirəng adam o adamdır ki, nəfsində hesabat apara, nəfsin hesabına yetişə, özündə əməllərində mühasibə eləyə. Əməllərinin buxaltırı ola. Bu barədə danışmışıq. Həzrət bizdən istəyir ki, Allahı çox yad eləyək. Qiyaməti xatırlayaq. Əkthiru zikrəllah və zikrəl maud. Ey mənim şiyələrim, Həzrət bizə xitab edir. Allahı çox yad eləyiz. Ölümü çox yad eləyiz. Ölümdən sonraki prosesləri xatırlayız. Şiyə gərək bu cür ola. Həzrət bizdən istəyir ki, Allaha imanımız olsun və cəmiyyətə xeyir yetirək. Xislətan leysə fəvqəhuma şeyun. Həzrət buyurur, 2 xislət əməl var ki, ondan üstün heç bir şey yoxdur. Əl-imanu billah, Allaha iman gətirmək və nəf'ul ixvan, mömin qardaşlara, müsəlmanlara cəmiyyətdə xeyir çatdırmaq. Həzrət bizdən istəyir ki, düşüncəli oluz, təfəkkürə sahib oluz. İmam Həsən Əskəri bizdən nə istəyir? İntizarı nədir Həzrətin bizlərdən? Sadaladıq, gəlib yetişmişik bura ki, Həzrət bizdən təfəkkürlü olmağımızı istəyir. Mütəfəkkir olmağımızı istəyir. Düşüncəli olmağımızı istəyir. Buyurur ki, əleykum bil fikr. Sizlərə tapşırıram ki, düşünüz.
فَإِنَّهُ حَيَاتُ قَلْبِ الْبَصِيرِ və məfatihü əbvabil hikmə. Çünki təfəkkür agah qəlblə həyata, yaşayışa səbəb olur və təfəkkür hikmət qapılarının açarlarıdır. Düşünüz həyatınızda, düşüncəyə malik olun. Şiələr cəmiyyətdə düşünən beyinlər olmalıdırlar. Hər cəmiyyəti ki, orada şiə yaşayır, o şiə, o cəmiyyətin düşünən beyni olmalıdır.